Bura Ordubad rayonunun ən böyük bazarıdır. Bu bazarda alıcılara daha çox nə təklif edilir və qiymətlər necədir? Bugün bunu öyrənməyə çalışacağıq. Ordubadın mərkəzində yerləşən bu bazarda demək olar ki, bütün məhsullar rayonun ucqar kəndlərindən gətirilir. Bazarın üst hissəsində meyvə-tərəvəz satıldığı halda, aşağı hissəsində daha çox qurudulmuş yerli məhsullara rast gəlmək mümkündür. Bazarın meyvə piştaxtalarında rənglərin harmoniyası var. Qırmızı almalar, sarı heyvalar, təravətli yaşıl göyərtilər. Satıcılar deyir ki, elə bu bazarı digərlərindən fərqləndirən də məhz məhsulların yerli olmasıdır. Ordubad məhsulları da hamısı özümüz hazırlayırıq, öz məhsullarımızdır. Bizlərdə üstünlüyü ən çox limondur, sucuqdur, cəvizlərdir, fındıq ləpəsidir. Bunlara ən çox üstünlük verilir, turp ləpəsidir. Xüsusilə də Ordubad armudu, limon və qurudulmuş meyvələr alıcıların ən çox axtardığı məhsullardandır. Satıcılar onu da bildirirlər ki, Ordubad məhsulları adı ilə bütün dünyada məşhurdur. Odur ki, onlar məhsullarını yalnız bu bazarda satmır, həm də digər yerlərə göndərirlər. Elə onların da qazancının əsas mənbəyi məhz budur. Ordubad məhsulları Azərbaycanda seçilir. Üstüpü məhsulları da Ordubadda seçilir. Ordubad rayonunun ən gözəl məhsulları Üstüpdə yetişir. Məhsullarımızın hamısı, məsələn, bazara çıxardanda bunu tanımayanlar onlara qiymət vermir. Tanıyanlar ancaq məhsulların, məsələn, qiymətini soruşmur. Deyir, mənə filan məhsulu tap gətir, qiyməti neçə olur olsun. Digər tərəfdən Ordubad məhsullarını başqa məhsullardan fərqləndirən əsas nüans onun tamındadır. Həm dadına görə, həm gözəlliyinə görə, ən çox dadına, şirinliyinə görə hər bir şeyə tələbatlar buna görə vardır. Burada hər məhsul vətəndaşların öz həyətində qurudulur. Hətta satıcılar müəyyən fəsillərdə dağlardan yığılan otları da toplayaraq qurudurlar. Onlar deyir ki, bu otların daha çox xeyri var. Ordubad məhsulları, hamısı Ordubadın məhsullarıdır. Və solma çiçəyi. Böyrəyin özün birinci dərmanıdır bu. Gül xətmi. Bu da öskürək üçündür. Səhlabdır, bu da öskürək üçündür, bax budur. Dəfnə yarpağıdır. Ramaşqadır, bax Ordubadın ramaşqasıdır. Bunların yəni hamısını özün satırsan. Bəli, hamıdır. Ha, mərzə qurusuzdur. Ət otu sizə deyirsiniz, ət otu. Sonra çiftə pencəri, bax. Bax, ət otu. Sonra nanə qurusu, almıxala. Sonra əleysi əvəli, bax hamısı dağdan yığmışıq, dağdan Belə yığmışıq. deyim də, bu məhsullardan daha çox hansına tələbat daha çox? Hələ bax əleysidir, əvəlikdir, bunlar hamısı işlənən şeydir. Satılan məhsulların qiymətlərinə gəlincə isə Limonlar varlar. 4 manat da var, 3 manata da var, 5 manata da var, 6 manata da var, 7 manata da var. Hər qiymətə limon var. Bu baxır limonun ölçüsünə. Balaca böyük. Balacalar. Sucuqlar necə? Sucuqlar var 5 manata, ən gözəl sucuqlar. Sonra ballı sucuq var 6 manata. Yəni ballıqlar qatılır. Ürəz nə istəsən, əncir qurular, nə istəsən. bazarda təkcə alış-veriş yox, həm də səmimi söhbətlər hökm sürür. İnsanlar bir-birinə salam verir. Satıcılar müştəriləri tanıyır, arada zarafat da edirlər. Ordubad Azərbaycanın incisidir. Deməli mallar da incidir, gözəldir, çox keyfiyyətlidir. Ordubad məhsullarını almaq istəyənlərin üz tutduğu bu bazarda istənilən, arzulanan hər məhsulu tapmaq mümkündür. Xüsusilə də meyvə qurularını. Ordubad gözəl yerdir, gəlib yaşamağa dəyər. Buranın gözəl meyvələrindən dadmaq olar. Məmməd Səd Ordubadda deyib ki, gözəl meyvə istəyən Ordubada gəlsin, yesin ağzı dağda gəlsin. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APA TV, Ordubad.